Bütün bu brend əşyaları almaq tamamilə ağılsızlıqdır. Bilirəm, indi eşitmək istəyirsən ki, ümumiyyətlə brend əşyaları almaq lazım deyil və bunlar hamısı boşuna xərcdir, amma yox, deyəcəklərimi diqqətlə dinləməyini istəyirəm. Bütün pulunu yığırsansa ki, brend əşyalar alasan və yaxud da sadəcə cool görsənmək üçün heç də pulun çatmayan əşyaları almağa çalışırsansa, bu tamamilə ağılsızlıqdır. Mən hər zaman pulumu xərcləyərkən düşünürəm ki, bu əşyadan 3 dənə daha ala bilərəmmi? Çünki əgər bir əşyadan 3 dənə daha ala biləcək qədər pulum varsa, imkanım ona çatırsa, bu o deməkdir ki, həqiqətən də o əşyaya sahib ola bilərəm. Amma təəssüflər olsun ki, xüsusilə də bir çox qızlar və yaxud da maşın alarkən bir çox bəylər sadəcə kənardan cool görsənmək üçün bunu eləyirlər və bu çox ağılsız bir yatırımdır. Nəyə görə? Çünki o pulu dəfələrlə qazana bilməyəcəksinizsə, bu yatırımları dəfələrlə geri dönüşdürə bilməyəcəksinizsə, heç də o şeylərə pul verməyə dəyməz. Daha yaxşısı, daha çox necə pul qazanmaq olar, daha ağıllı necə yatırımlar etmək olar, daha çox necə qalıcı uğurlar və qalıcı pullar yaratmaq olar həyatınızda. Bax, buna öyrənməyə pul yatırmaq daha ağıllıdır. Mən ümumiyyətlə işlərimi qurduğum ilk illərdə qazandığım pulların demək olar ki, 70%-ni öz təhsilimə və necə daha ağıllı yatırımlar etmək, işləri böyütmək, bununla bağlı bilgilərə yatırırdım. Mən çox xoşbəxtəm ki, bu bilgiləri öyrəndim. İlk pullarımı heç də brendlərə vermədim. Amma həm də təəssüflənirəm ki, niyə mən o vaxtlar heç də büdcəmə uyğun, təzə başlayan bir insana uyğun şəkildə kurslar tapa bilmirdim. Ona görə də mən tamamilə ödənişsiz, sırf biznes qurmaqla bağlı, işlərinizi böyütməklə bağlı, 2026-cı ildə ağıllı yatırımlar etmək, işlərinizi daha da böyütmək və yaxud da ümumiyyətlə ofis işinizdən çıxmaqla bağlı öyrədici paket hazırlamışam və əlavə psixoloji proqramlama texnikası da buna daxildir. Aşağıda biznes sözünü yazaraq bunu əldə edə bilərsiniz.